saf evladsan, sənin tamamilə sənə idarə edən mənfi bir qüvvə var ki, o qüvvə səni ən çətin insanlarla həyatda rastlaşdırır. Özün belə deyilsən, alın yazın, qismətin qalıb kənarda, sən başqa bir quruqdasan, mənfi quruqda. Səni də aparan o yola, səndəki, canındakı mənfi qüvvələrdir. Işıq yoluna getmirsən, qaranlıq yollara gedirsən. Allah özü qorusun. O pis insanların da elədiyi sehircada əməl özlərinə keçsin. Molla da tərsinə eləyibdir. Bəzi dırnaq arası mollalar elə bir insandır. Sizi kimi saf insanları aldadırlar. İnsanların cibinə girirlər, pullarını alırlar. Özlərinə də nə yazırlar, hamısını tərsinə yazırlar. Duaları. Öz qismətin yaxşıdır. Alın yazın yaxşıdır. Allaha sığın, namaza başla. İnşallah mən sənə dəstək kömək olub, sənin hər bir işini kömək edəcəm. Allah razı olsun Səmaya xanım. Ümidim bir sizədir, bir də Allaha. İnşallah oldu.